Hər vaxtınız xeyir olsun. Bugün paylaşacağım Esterhazy tortun resepti ilə. Macarıstan şef-povara hazırlamışdı bu tortu. İngredientləri yazmışam. Deməli 6 korçun diametr 20 sm. Mən də burada 2 porsiya hazırlamışam. Çünki proteimin diametri 30 sm idi. Krem resepti və bezenin resepti ayrı postlarda qoymuşam. Korjlar deməli bezeli badamlı korjlarda. Kremdə muslin kremdir, zavarlı kremdir. 6 korj mən hazırlamışdım. Reseptdə məndə 7 çıxdı. Hər korju kremlə sürtürük. Üst-üstə belə yığırıq və hər korju kremlə sürtürük. Kremin içinə qoz da qatmaq olar, ya badam. Mən xoşlamıram belə. Bugün mən festivalə getmişdim Avropa İttifaqının. Onun üçün hazırlamışdım. Deməli, tortu yığanda üstünü kremlə sürtmürük. Ancaq cem sürtürük üstünə. Tortun üstünü bəziyirik şokoladla, ağ şokoladı. 33% qaymaqla qarışdırırıq, əriyir. Belə şokolad alınır. Və tökürük tortun üstünə. Badam ləkələri işlətirəm, qızartıram bez tavada. Orada mən videoda göstərmişdim tortun qırağına. Deməli, kariş və şokoladı biraz qızdırmışam və belə tortun üstünə belə bəzək vermişəm. Siz də hazırlayın, çox dadlı tortdur.